Ay Allah, yorğanı üzdüyü keçirəndə elə bilirəm ki, nəsə güləşirəm. Nihat, gəl bax gör sənə nə almışam. Ne almışsan? Sürpriz. Nihat'a sürpriz edib yatağına yeni pakraval və pastel dəsti aldım. Bilirsiniz ki, Nihat'ın yatağında pakraval yox idi. Yorğan üzünü örtü kimi salmışdım. Pastel dəstimizi isə çox keyfiyyətli pambıq parçadan seçdim. Modeli Nihat öz seçdi. Baxın, kosmosludur. Tikilişini, səliqəsini o qədər bəyəndim ki, burada yorğana üz salıram, Nihat'ı çağırıram köməyə. Əməlli başlı mama bala yorğanla güləşmişik. İnanın, heç sevmirəm bu prosesi. Əminəm ki, bir çox xanımlar mənimlə razılaşar. Sinin qıraq hissələrini isə rezinli etdirdim. Məncə uşaqlar üçün rezinli daha əlverişlidir. Yastığımızda qoyub yerimizi yığırıq. Görün necə gözəl görsəndi. Məncə bu rənglər Nihat'ın otağına çox gözəl yaraşdı. Desək, pakravalı açaq. Pakravala belə kiçik dekorativ yastıqlar da tikdirmişəm. Biri böyük, biri isə kiçikdir. Pakravalı da yatağa sərirəm. Çox bəyəndim. Həqiqətən də çox yaraşdı. Məncə ölçüsü tam oldu. Tiv yastıqlarını da qoyuram. Mən çox bəyəndim. Həqiqətən də otağa yeni bir ab-hava gəldi. Xanımlar, sizlər də fikirlərinizi yazın görək. Necədir, bəyəndinizmi? Nihat isə öz yataq dəstini çox bəyəndi. Bizdən bu qədər. Hələlik.